A-nın hansı ən kiçik tam qiymətində tənliklər sisteminin XY həlli x böyük 0, y böyük 0 şərtini ödəyir. İlk olaraq sistem tənlik həll edib x və y dəyişənlərini ailə ifadə edək. Tərəf-tərəfə toplasaq, müsbət y mənfi y ilə islah olur. Qalacaq 2x bərabərdir. 3a çıxılsın 6 üstəgəl, 2a üstəgəl 8. Sadələşdirsək 5a üstəgəl 2. Buradan x bərabərdir. 5a üstəgəl 2 bölünsün 2. Şərtə görə x müsbət olmalıdır. Ona görə böyük 0 yazıb bərabərsizliyi həll edirik. Bu kəsrin müsbət olması üçün sürəti müsbət olacaqdır. Yəni 5a böyükdür mənfi 2-dən. A da böyükdür mənfi 0,4-dən. İndi keçək y-i tapaq. Sistem tənlikdə x-in tapdığımız qiymətini yerinə qoyub y-i tapsaq, 3a çıxılsın 6-dan x-in qiymətini çıxmalı olacaq. 3a çıxılsın 6 çıxaq. 2-də 5a üstəgəl 2x-in yerinə həmin qiyməti qoyduq. İndi ortaq məxrəcə gətiririk. 2-də bu 3a çıxılsın 6 məxrəcini bir fikirləşək və belə çıxır ki, 2-yə vurmaq lazımdır. 6a çıxılsın 12, çıxılsın 5a, çıxılsın 2. İşarələr dəyişdi sağ tərəfdəki kəsrin sürətində. Sadələşdirəndə a çıxılsın 14 bölünsün 2 aldıq. Eyni ilə şərtə görə y-də müsbət olmalıdır. Demək, burada böyük 0 götürüb həll etsək, yenə a çıxaq 14 gərək müsbət olsun. Buradan a böyükdür 14 alırıq. Demək, biz nə almışıq? Bir aldıq a böyükdür mənfi 0,4-dən. Bir də aldıq a böyükdür 14-dən. Burada bizə lazımdır bu iki bərabərsizliyin ikisi də eyni zamanda ödənsin. Yəni həm x müsbət olsun, həm y müsbət. Ona görə də bu aldığımız həlləri kəsişdirməliyik. Mənfi 0,4 ilə 14-ü qeyd edək ədəd oxu üzərində. 0,4-dən sağa böyük olduğu üçün ştrikləyirik. Eləcə də 14-dən sağa doğru ştrikləyirik və burada görürük ki, kəsişmə 14-dən sonradır. Ona görə də cavabımız olmalıdır. 14 müsbət sonsuzluq. Ən kiçik qiymətli istədiyi üçün də əlbəttə ki, olacaqdır 15.